YouTube'dan pul yığıb aldığımız masaüstü kompüteri göstərəcəm. Mikrofonu burada şəklin formasını görüb özünüz avtomatik tanıya bilərsiniz. Biri var, bunu gedib hər hansı bir mebel dükanından alasınız. Biri də var, özünüz yığasınız. YouTube kanalım üçün indiyə qədər nə qədər pul xərcləmişəm? Gəlin öyrənək. Bəli, qısa cavab olaraq onu qeyd edim ki, mən bu Texnoklub YouTube kanalını açdığım zaman ilk vaxtlarda heç bir qəpik belə bu kanala pul xərcləməmişəm. Səbəbi odur ki, siz YouTube-a sıfırdan başladığınız zaman əlinizdə heç bir pulun və yaxud da vəsaitin olmasına ehtiyac yoxdur. Səbəb odur ki, əlinizdə olan adi bu Android telefonla, yəni zəif oldu, güclü oldu, fərq etmir. Onunla belə rahat bir şəkildə video çəkib, onu montajlayıb YouTube-a paylaşa bilərsiniz. Qısa bir cavab olaraq sizə deyim ki, mənim əlimdə köhnə vaxtlardan baxın belə bir notebook var idi, HP 635. Amma bu da olmasa da olardı. Yəni bu notebook o qədər cürətli bir şey değildi. Adi bir şəkil falan düzəltmək üçün, yazı falan yazmaq üçündür. Yəni donurdu, köhnə idi, RAM-ı falan az idi. Ona görə də zəif idi. Bundan əlavə olaraq da mənim əlimdə bir Xiaomi Redmi Note 6 Pro telefonu var idi. Bu telefonun yaddaşı isə 32 GB, RAM-ı isə 2 GB idi. Yəni eynən bu notebook kimi bir şeydir. Yəni ya bu notebook ya da belə bir telefonun olması ikisi eyni şeyə bərabərdir. Mən burada notebooku bəzən şəkil falan düzəltməyə istifadə edirdim. Yəni videonun qapaq şəkillərini düzəltməyə. Bəzi hallarda da notebook donanda, zəif işləyəndə də telefonda edirdim. Yəni ikisi də eyni formada işləyirdi. Bəzən notebook çox donurdu, işlənməyəcək vəziyyətə gəlirdi. Bəzən isə telefon çox donurdu, yaddaşı falan dolurdu, istifadə etmək olmurdu. Yəni ikisi də eyni şey idi. Yəni bununla siz də başa düşdünüz ki, artıq əlinizdə köhnə, gərəksiz donan bir cihaz olsa belə yenə onunla rahat bir şəkildə YouTube videolar çəkib YouTube kanalı aça bilərsiniz. İndi gəlin əsas məsələyə burada toxunaq. Baxın, gördüyünüz kimi kanalıma daxil oldum. Kanala daxil olduğunuzda burada videolar bölümünə keçin və burada ilk yükləmələr deyə bir seçənək var. Bu bölümü açın, mənim kanala ilk atdığım videolar görəcəksiniz. Baxın, 3 il öncə göstərir. Yəni 3 ildir ki, mən düzənli olaraq video yaradıram. 3 ildən əslində çoxdur. 3 il 6 ay falan olar. Çünki biraz keçib üstündən. Əlavə olaraq baxın, gördüyünüz kimi burada hər cürə video var. Mənim burada 4-cü və 5-ci videomdan sonra kanal başladı yavaş-yavaş inkişaf eləməyə və yavaş-yavaş izlənmələr gəldi. Burada daha çox həvəsə gəldim. Baxın, özünüz də gördüyünüz kimi burada bəllidir. Hətta belə ilk videoma daxil olub izləməyinizi tövsiyə edirəm. Baxın, özüm də burada açmışam. Videonu elə qoşduğumda avtomatik başa düşürəm ki, səsim keyfiyyətsizdir. Yalnız telefon ekranı görünür və arxa plandan mənim səsim çıxır. Belə üsullarla video çəkmişəm. İndiki kimi üzüm görünməyib, səsimin keyfiyyəti bu qədər yaxşı olmayıb. Amma əsas odur ki, başlamışam. Yəni siz də bir kiçik bir addım atsanız, yavaş-yavaş ardı gələcək. Əsas odur ki, siz ilk addımı atın. Və əlavə olaraq da bir qardaş olaraq kiçik bir məsləhət verim ki, mən sizə YouTube-a başlayarkən bir məqama diqqət edin. Həvəsiniz nəyədirsə onu çəkin. Misal üçün oyun oynaya bilirsiniz və yaxud da yaxşı montaj edə bilirsiniz. Montaj işindən yaxşı başınız çıxır və yaxud da kameralardan, mikrofonlardan, yəni nəydən anlayışınız varsa onu çəkin. Sırf anlayışınız olan kateqoriyanı seçsəniz, bu sizin üçün həm maraqlı, həm də əyləncəli olacaq. Misal üçün mənim özümün texnologiyaya, kompüterlərə, telefonlara, az öncə qeyd etdiyim kimi telefon kameralarına, mikrofonlara falan həvəsim olduğuna bunlara görə videolar çəkirəm. Yəni həvəsim bunadır. Sizin də həvəsiniz nədirsə, onu çəkməyinizi tövsiyə edirəm. Oyun oynaya bilirsiniz və yaxud da başqa bir yapboz işi ilə belə məşğul ola bilirsinizsə, onu belə çəkməyinizi tövsiyə edirəm. Çünki hər bir kontentin, hər bir məzmunun özünə görə izləyicisi var YouTube-da. Bundan siz narahat olmayın. Gəlin indi videomuzun əsas can alıcı hissəsinə keçək. Mənim kompüter sistemimi göstərəcəm sizə. Yəni yavaş-yavaş YouTube-dan pul qazanıb əlimdəki imkanları gücləndirmək haqqında məlumat verəcəm sizə. Bütün kompüter sistemi, mikrofonumu, kameramı, hətta belə öz əlimizlə düzəltdiyimiz masanı belə göstərəcəm mən sizə. İlkin olaraq mən sizə YouTube-dan pul yığıb aldığımız masaüstü kompüteri göstərəcəm. Gördüyünüz kimi bu kompüter mən tam şəkildə monitoru və sistem blokunu bir yerdə 1000 manata almışam. 2023-cü ilin dekabrında aldıq biz bunu. Yəni YouTube-da 5 aya, 6 aya pulu üst-üstə yığdıq. Yəni yalnız bu Texnoklub kanalından gələn pulları üst-üstə yığdıq və belə bir sistem ala bildik. İndi sistemin parametrlərini tam ətraflı deməyəcəm. Bunun üçün də ayrı video çəkməyi planlaşdırıram. Çünki əgər mən bunu da bu videonun içində göstərsəm çox uzun olacaq. Amma 3-cü nəsil bir sistem idi. Daxilində isə RX 580 8 GB video kart var idi. Daha sonra onu gücləndirdim mən. İndi onları da ətraflı şəkildə mən deyəcəm sizə. Yəni o sistemi monitor və sistem bloku bir yerdə tamamilə 1000 manata aldım. Yəni montaj etmək üçün, video çəkmək üçün və ya digər YouTube işlərini görmək üçün işimizə yarayırdı. Daha sonra pillə-pillə getdi, onu daha gücləndirdim. İndi onlar haqqında da mən məlumat verəcəyəm sizə.
Bəli, elə ondan 5-6 ay sonra isə 600 və ya 700 manata həmin sistem blokunu gücləndirdik. Yəni özünüz bilirsiniz ki, sistem blokunu gücləndirmək üçün daxilində olan sadəcə anakartı, prosesoru və yaxud da RAM-ları falan dəyişdirməklə onu pillə-pillə gücləndirə bilərsiniz. Az öncə qeyd etdiyim kimi 700 manat, 600 manat aralığında ödənişlə mən bunu yüksəltdim. Yəni artıq daha güclü bir kompüter halına gəldi. 10-cu nəsil prosesor taxdıq. Yəni 10400 F deyə bir prosesor var. Onu taxdıq. Daxilində də eynən 10-cu nəsil uyğun olan RAM-ları, anakartı falan aldıq. Bu formada biz gücləndirdik bunu və Trendyol vasitəsilə bunu etdik. İçinə baxdığınızda gördüyünüz o fırlanan orada fanlar falan hamısı o zaman əlavə olundu. Yəni az öncə qeyd etdiyim kimi Trendyoldan əlavə etdik. Sadəcə ekran kartı, yəni video kart olduğu kimi qaldı. Köhnə kompüterdəki kimi onları əlavə etdik və daha güclü və sürətli bir sistem oldu. Artıq bu kompüterlə oyun falan oynamaq olar, daha güclü montajlar falan etmək olar. Bunu etdik. Səbəbi də odur ki, 3470, yəni 3-cü nəsil ilə montaj edərkən və ya video falan çəkərkən yüngül donmalar olurdu. Tam işimizi görə bilmirdik və buna görə də qardaşımla razılaşdıq. YouTube-dakı pulları üst-üstə yığıb belə bir sistem gücləndirməsi də etdik. Və məlumat olaraq da deyim ki, 2024-cü ilin iyun ayında biz etdik bunu. Yəni bu ilki tarixlə götürsək, keçən il bu vaxtlara təsadüf edir. Yəni bir il bundan əvvəl biz bu sistemi gücləndirmək ilə məşğul idik. Bəlkə də tam tarixi öyrənsəm, sistemi yığdığımız vaxtı falan da öyrənə bilərəm, amma sistem parametrləri haqqında geniş məlumat verərkən mən onları da deyərəm sizə. Tam konkret nəyə nə qədər pul xərcləmişik. Misal üçün RAM-lara, daha sonra orada anakarta, prosesora nə qədər pul xərcləmişiksə, hamısını geniş məlumat kimi çəkəcəm. Əgər kompüter parametrlərim haqqında məlumat almaq istəyirsinizsə, kommentlər bölümündə yazın. Mən bu haqqda geniş video çəkərəm sizlər üçün. Və bundan sonra kompüter üçün yığdığımız stol haqqında məlumat vermək istəyirəm, amma burada demirəm. Bunu indi bundan sonra deyəcəm. Deməli kanalımızda bunun kimi faydalı, maraqlı, sizin işinizə yarayacaq motivasiya tərzində videolarımız var. Aşağıdan kanalımıza keçib abunə olub, videomuza like atıb, bir də bildiriş zəngini açaraq bizlərə dəstək ola bilərsiniz. Gəlin indi sürətli şəkildə stol haqqında məlumat verim mən sizə. Bəli, sırasıyla deyirəm ki, qarışıqlıq olmasın. Sistemi topladıqdan 2 ay və ya 3 ay sonra təxmini deyirəm bunu da. Sentyabr ayında, 2024-ün sentyabr ayında isə 60 və ya 70 manat arasında xərc ödəyərək, yəni pul ödəyərək bir kompüter masası yığdıq. Bu masanı özünüz gördüyünüz kimi adi ev şəraitində yığmışıq. Yəni adi dəmirlərlə, profil adlanan dəmirlərlə və üstündə adi nazik taxta ilə yığmışıq. Yəni bunu hər usta bacarar, rahat bir şeydir. Yəni qaynaq aparatı ilə çox rahat düzələn bir şeydir. Biri var, bunu gedib hər hansı bir mebel dükanından alasınız. Biri də var, özünüz yığasınız. Biz özümüz yığmağa razılaşdıq ki, gələcəkdə 2 və ya 3 ekran yerləşdirmək istəsək bizim üçün rahat olsun. Bunu da bəlkə bəzi videolarımı tam köhnədən izləyənlər varsa bilər. Çünki bunu biz Hamster Combat kimi airdroplar vasitəsilə qazandığımız pulu ilə yığmışıq. Həqiqətən də bunun mən videosunu çəkmişdim. Bir airdrop videosunun içində göstərmişdim. 60 manata və ya 70 manata stolu necə yığdıq, hansı tarixdə yığdıq, orada ətraflı göstərmişəm. Yəni kompüter üçün stolu inana bilərsiniz və ya inana bilməzsiniz, onu dəqiq deyə bilmərəm, amma airdroplar vasitəsilə qazandığımız pulu ilə yığmışdıq. Bunu da göstərdim ki, yəni mərhələ şəklində gəlsin. Birinci kompüter alındı, daha sonra gücləndirildi, daha sonra stol gəldi. Bundan sonra ardı da var. Gəlin onlar haqqında da məlumat verim. Bəli, kompüter masasından sonra daha sonra biz 2025-ci ilin yanvar ayında, yəni bu ilin yanvar ayında kompüterimiz üçün bir ədəd kamera və bir ədəd mikrofon aldıq. Mikrofonu burada şəklin formasını görüb özünüz avtomatik tanıya bilərsiniz. HyperX markasına məxsus Quadcast modelidir. Yəni HyperX Quadcast S olaraq gedir adı. Üstündə də onsuz qeyd olunub. Bu mikrofon özünüz gördüyünüz kimi RGB işıqlandırmalara falan məxsusdur. İstəsəz bu haqqda geniş bir məlumat formalı video çəkə bilərəm. Bunun isə qiyməti 310 manatdır. Bunu bir, yəni onlayn mağazadan almışam. İndi burada adını vermirəm. Yəni bu da çox keyfiyyətli səsi falan var. Yəni bunu onsuz özünüz bilirsiniz, professional iş çıxardır. Yəni professional blogerlər falan, oyunçular falan istifadə edir. Böyük ehtimalla bunu siz internetdə görmüsüz. Bunu mən aldım ki, videolarda olan səs keyfiyyətimiz yaxşı olsun. Böyük ehtimal fikir verirsiniz, köhnə videolara nisbətən indiki videolarımızda səs keyfiyyətimiz artır. Əlavə olaraq da onun yanında da bir ədəd Logitech G920 səhv eləmirəmsə bir ədəd kamera aldı. Bu da 1080 pikselə məxsusdur. Yəni keyfiyyəti yaxşıdır. 1080 piksel verir və əlavə olaraq da həqiqətən də elə standart olaraq normal video çəkən blogerlər bu kameranı istifadə edir. Yəni mənim onsuz kanalım o qədər də böyük deyil. 4K-ya, 2K-ya falan ehtiyac yoxdur. Elə 1080 mənim tam şəkildə işimi görür. Bunun isə qiyməti 270 manat aralıqlarında idi. Mikrofonla eyni anda aldıq bunu da. Az öncə qeyd etdiyim onlayn
marketdən aldıq. Yəni 2025-ci ilin yanvar ayında, yəni bu il almışıq. Bunların ikisini bir yerdə. Bunlar da az öncə qeyd etdiyim kimi mikrofon səs keyfiyyətimizin artması üçün, kamera isə görüntü keyfiyyətimizi artırmaq üçün aldıq. Əvvəllər biz telefonu tripodun üstünə əlavə edib o formada çəkirdik. Daha sonra telefonun yaddaşından həmin videonu atırdıq kompüterə. O formada üst-üstə yerləşdirib montaj edirdik. Onun həqiqətən də əziyyəti dəhşət dərəcədə çox idi. Onun üçün bunları aldıq. Bunları alandan sonra həqiqətən də videoları çəkmək, montajlamaq dəhşət dərəcədə rahatlaşdı. Ümid edirəm ki, siz bunları rahat bir şəkildə başa düşdünüz. Yəni mən özüm mərhələ-mərhələ başa saldım ki, rahat başa düşəsiniz. Mənim indi YouTube-da xərclədiyim pullar, aldığım məhsullar falan hamısı bunlardır. Hətta belə baxın burada stola qədər belə göstərdim ki, tam aydın başa düşəsiniz. Ümid edirəm ki, sizin üçün bu bir maraqlı video oldu. Az öncə qeyd etdiyim kimi, istəsəz kompüter sistemi haqqında geniş bir video çəkərəm. Yəni RAM-lar hansı markaya məxsusdur, prosessor neçə nüvəldir, daha sonra video kartın modeli, markası falan ətraflı, yəni istəsəz video çəkə bilərəm sizlər üçün. Çünki orada hard disk falan, SSD falan var. Kompüter üçün ayrıca video çəkə bilərəm. Az öncə qeyd etdiyim kimi, əgər istəsəz aşağıda kommentlər bölümündə qeyd edə bilərsiniz. Nəysə, bu videonu çox uzatmaq istəmirəm. Ümid edirəm ki, video sizin üçün maraqlı və qeyri-adi olmuşdur. Yəni bunu həvəsləndirmək üçün çəkdim ki, YouTube-a başlayanda əlinizdə heç bir pulun, büdcənin olmasına ehtiyac yoxdur. Sadəcə özünüz düzənli və planlı şəkildə videolar çəkin. Yavaş-yavaş siz oradan pul qazandıqca pillə-pillə əlinizdə olan məhsulları və avadanlıqlarınızı yüksəldə bilərsiniz. Videomuz bu qədər idi. Az öncə qeyd etdiyimiz kimi mənə dəstək olmaq istəyirsə aşağıdan kanalımıza abunə olub, videomuza like atıb, bir də bildiriş zəngini aktiv edə bilərsiniz. Əlavə olaraq onu qeyd edim ki, ekranda sağda və solda diqqətinizi çəkə biləcək videolar var. Onlara da daxil olub baxa bilərsiniz. Gələcək videolarımızda görüşərik. Sağ olun, salamat qalın.